Bugün Qalata'dan çarpanlar ayırmanın son testin, son səhv eləmirəmsə 10-cu testini işləyirik. Əli ilə bir yerdə. Deməli, birinci sualdan başlayaq. A bərabərliyi 103 verib Əli, A kvadrat çıx 6 anı soruşur. Bunun iki variantını eləyə bilərik. Bir variant yazaram ki, A kvadrat çıx 6 anı bu A çıx üçün kvadratına biraz oxşuyur. A çıx üçün kvadratına açanda nə alınır? A kvadrat çıx 6 A üstəgəl 9. İndi burada nə çatışmır? 9 çatışmır. Əgər mən bura bir dənə çıx 9 yazsam, eyni şey olar, düzdür? Bunu sonra nə edirəm? A nəyə bərabərdir? 103. 103-dən çıxıram 3-ü, kvadratını alıram, çıxıram 9-u. İndi 103 çıx 3 nə olur? 100. Olur 100-ün kvadratı. 9 nəyin kvadratıdır? 3'ün. Çıx 3-ün kvadratı. A variantı. Başa düşdün? Baxaq bir yerdə 5-ci suala. 5 biraz daha çətin görünür. 5-ci sualda belə bir şey eləyəcəm. X nəyin kvadratıdır? Kök x-in. Y nəyin kvadratıdır? Kök y-in. Bunu A çıx B, A üstə gəl B kimi düşünsəm, olacaq kök x çıx y və kök x üstə gəl kök y. Düzdür? Bölünsün. Burada da ortaq olan hər ikisində x və y var, düzdür? Olur kök x və kök y ortaq, yəni kök altda x y. Bunu çıxartsam qalacaq kök altda x çıx kök altda y. Bərabərdir 4 bölünsün kök altda y. Bunlar gedir. Buradan da kök y-lər gedir. Buradan ikisinə də y gedir. Düzdür. Qalır yuxarıda kök x üstə gəl kök y. Aşağıda da bir dənə qalır kök altda x. Bərabərdir 4-ə. Buraya da aydındır. Bunu çarpaz vursaq kök x üstə gəl kök y bərabər olur 4 kök altda x-ə. 4 kök x-dən kök x-i çıxsam nə qalar? 3 kök altda x. Başa düşdün buraya qədər? Bunun hər tərəfin kvadratını alsam, kök y-in kvadratı y, bunun kvadratını alanda alınır 9x. Deməli, y 9x-ə bərabərdir. Bizdən x bölü y istəyir. Y 9x isə x y-ə böləndə, y-in yerine yazıram 9x. X bölü 9x olur, 1 bölünsün 9, yəni C variantı. Başa düşdün? Davam eləyək ikinci sualına. İkinci sualda bizə A kvadrat üstə gəl 3A üstə gəl 1 bərabərdir 0 verib. Mən burada belə bir şey eləyəcəm. Deməli, ya A kvadratı əvəz eləmək olar, 3A çıx 1 yazaram. Ya da görək bunu biraz sadələşdirə bilərik. Məsələn, belə bir şey eləyə bilərəm. Bunu iki ayrı məxrəcdə yazsam, A üstü 4-də, A üstü 6, üstə gəl, A üstü 4-də, A kvadrat. A üstü 6-nı A üstü 4-də böləndə nə olur? A üstü 2. A kvadrat A üstü 4-də böləndə 1 böl A kvadrat. İndi biz bilirik ki, A kvadrat üstə gəl 3A üstə gəl 1 sıfırdır. Burada da belə bir şey eləyəcəm. Deyəcəm ki, bu A kvadrat bərabərdir. 3A ilə 1-i o tərəf atsam, işarəsi dəyişir, olur mənfi 3A çıx 1. Düzdür? Bəli. Aparam burada Əli, A kvadratın yerinə yazıram, mənfi 3A çıx 1. Burada da var axı A kvadrat. Bunu da yerinə yazıram, mənfi 3A çıx 1. Sonra bunları ortaq məxrəcə gətirsən, bunlar birinə vuranda mənfi 3A çıx 1-i, mənfi 3A çıx 1-i. Aşağıda məxrəci yazıram olduğu kimi. Yuxarıda bunları vuranda mənfi 3A çıx 1-in kvadratı olur 9A kvadrat. Üstə gəl. Bunu mənfini qabağa yazsam, mənfi 3A plus 1 deyə. Görəcək ki, elə mənfinin kvadrat da lazım olmur. 6A üstə gəl 1, üstə gəlsin 1. İndi biz bilirik A kvadrat nəyə bərabərdir? Mənfi 3A çıx 1-ə. Burada A kvadratın yerinə mənfi 3A çıx 1 yazsam, çarpaz vuranda alınacaq mənfi 27A çıx 9, üstə gəl 6A, bir dənə də 2 dənə 1-i topladıq, oldu 2. Bölünsün mənfi 3A çıx 1. Mənfi 27A ilə 6A-nı toplayanda nə olur? Mənfi 21A. Mənfi 9 üstə gəl 2 oldu mənfi 7. Mən əgər bunu mənfi 3A çıx 1-ə bölsəm, alınmayacaq 7. 2-də 7 dəfə böyüdü axı. Cavabımız da oldu 7. Başa düşdün? Başa düşdüm. Gələk 6-cı suala baxaq. 6-cı sualda belə bir məsələ var. Birinci belə başlayaq. Burada A kvadrat çıx AB. Burada ortaq olan nədir? A-nı çıxartdım, qaldı A çıx B. Burada ortaq olan nədir? C. C-ni çıxardıram, yenə qalır A çıx B. Aşağıda da ABC. Yuxarıda A çıx B-ni çıxardıram, qalır A çıx C, aşağıda da ABC. Buraya qədər başa düşdün?
İndi burada belə bir şey eləyək. Bizə deyir ki, A çıx B çıx C bərabərdir B C-yə. Bundan əvəz eləməyə çalışaq. A çıx B çıx C B C-dirsə, amma bunun davamında bizə ortaq bir şey verməyəcək. Ona görə belə bir şey eləyəcəm. Belə bir şey eləyəcəm. Deyəcəm ki, qoy bu üçündən bir dənə ortaq vuruq çıxarım. Üçündə ortaq vuruq nədir? A-dır. A-nı çıxartsam A çıx B çıx C qalır. Bu B-C-ni tək saxlayıram. Bölünsün A, B, C. İndi sualda bizə verib ki, A çıx B çıx C nəyə bərabərdir? B, C-yə. Bunun yerinə B, C yazıram. A-nı da B, C-yə vuranda olur A, B, C, üstə gəl B, C, böl A, B, C. Düzdür? İndi yuxarıda ortaq nədir? B, C. B, C-ni çıxardıram, qalır A üstə gəl 1, böl A, B, C. Bu B, C-lər də gedir, qalır A plus 1 böl A. Biz birinci yazdığımız variant səhv deyildi, amma cavabı A ilə verdiyi üçün ala bilməyəcəkdik. Başa düşdünüz? Yaxşı, üçüncü suala baxaq. 2 üstü. Burada bir şey diqqətimi çəkir. Bu 2 üstü 3 böl 8, 2 böl 3. Burada belə bir şey var. Bu 2 üstü 3 böl 8-i mən 2 üstü 4 bölü 3 çıx 1 vur 2 üstü 4 bölü 3 üstə gəl 1 şəklini yaza bilərəm. Və o formada da demək, Elmir də bizə qoşuldu. Mən bununla bunu apardım. Geriyə bu ifadə qaldı. Bu ifadəni eyni formada bununla bunu yox, plusla apardım. Çıx qaldı. Bu qaldı və bu qaldı. İndi bu da A kvadrat çıx B kvadrat oxşuyur. Mən yazıram bunu 2 üstü 2 bölü 3 çıx 1 və 2 üstü 2 bölü 3 üstə gəl 1. Bu aydındır. Bununla da bu getsə, qalacaq sadəcə bu ifadə. Bu da A çıx 1-ə bərabərdir. Birlər də burada olduğu üçün deməli A bərabərdir 2 üstü 2 bölünsün 3. Yəni B variantı. 7-ci suala baxaq. 7-ci sualda A kub üstə gəl 4-ü bizə 0 verir. Bu ifadəni soruşur. Görək bundan necə istifadə edə bilərik? A kub üstə gəl 4 0-dırsa. Biz belə bir şey eləyə bilərik. Bunu belə yazın. Bu ifadəyə fikir verin. Bu A kvadrat çıx A üstə gəl 1. A kub çıx 1-in düsturuna oxşuyur. Mən bunu belə yazım. A kub çıx 1. Müsbət 4-ü yenə yaza bilərəm. Mənfi 1 üstə gəl 5. Müsbət 4 eləyir də. Buradan da alınır A kub çıx 1 bərabərdir mənfi 5. Bura qədər aydındır. İndi A kub çıx 1-də belə deməkdir. A çıx 1 vur A kvadrat üstə gəl A üstə gəl 1. Bərabərdir mənfi 5. Deməli, nə edirəm? Mənfi 3-ü yazdım. Bu ifadəyə fikir verin. Bu ifadə bizim burada olan ifadəmizdir. Mən amma çıx olan yazmışam. Bunu üstə gələn nə yazım? Bunu çıx yazım. Dəyişmiş olsun. Burada da A kub üstə gəl 1 eləyim. Bunu A kub üstə gəl 1 eləsəm, bunu müsbət 1 yazaram. Bir dənə bunu düzəldək. Deməli, A kub üstə gəl 1 yazıram. Çünki bu üstə gəl 1 düsturudur. Üstə gəl 1. Müsbət 4 almaq üçün bir dənə üstə gəl 3 yazaram. Heç nə dəyişmiş olmadı. 4-ün yerinə 1 üstə gəl 3 yazdım. Buradan alınır A kub üstə gəl 1 bərabərdir mənfi 3. Mən də A kub üstə gəl 1 yaza bilərəm. A üstə gəl 1 vur A kvadrat çıx A üstə gəl 1 bərabərdir mənfi 3-ə. İndi burada da uşaqlar, mən görürəm ki, bu ifadə mənə lazımdır. Nə edirəm? Aparam, yazıram. A kvadrat çıx A üstə gəl 1 bərabərdir. Axı, bunları vuranda mənfi 3 alınıb. Deməli, bu bərabərdir. Mənfi 3 bölünsün A üstə gəl 1-ə. Aydındır bu? Bu ifadədə də aparıram mənfi 3 bölünsün. Bu ifadənin yerinə yazıram. Mənfi 3 böl A plus 1. Burada da mənfi 3-lər gedir. Bu da tərs çevrilir, alınır elə A plus 1. Aydındır? 4. Dördüncü sualda bu vuruqlarını ayırsaq nə olur? Vuranda mənfi 6, toplayanda mənfi 1. Mənfi 3 ilə müsbət 2. Yuxarını bilmirəm. Hələ ki olduğu kimi yazıram. Bərabərdir. Bu birlərə nisbətən asan sualdır. X sıx 4 bölü X plus 2. İndi burada X plus 2-lər gedir. Deməli, bu ifadə nəyə bərabərdir? X sıx 3-ə böləndə X sıx 4 alınsa, mən bunu tapmaq üçün X sıx 4-ü X sıx 3-ə vuraram. Əgər X sıx 4-ü X sıx 3-ə də vursam, alınacaq X kvadrat. Bunu buna vuranda mənfi 3x, bunları da vuranda mənfi 4x. Yəni mənfi 7x, üstə gəl 12. Burada baxın, A-nın yerində nə var? Mənfi 7. B-nin yerində nə var? 12. Bizdən də mənfi 7 üstə gəl 12 istəyir, yəni 5. Başa düşdük? Dəqiq. 8-ci suala baxaq.
8-ci sualda bunu ortaq məxrəcə gətirərəm. Bəlkə elə bir faydası olar. Olar AB-də A kvadratı A-ya vuranda A kub üstəgəl B kub bərabərdir 2 vurulsun A üstəgəl B. Aydınlıq bura verir. İndi bu ifadədə A kub üstəgəl B kubun düsturu nədir? Yazaram A plus B vur A kvadrat çıx AB üstəgəl B kvadrat. Bölünsün AB bərabərdir 2 vurulsun A üstəgəl B. Buradan nələr gedər? A üstəgəl B-lər gedər. Qalacaq A kvadrat çıx AB üstəgəl B kvadrat bərabərdir 2-ni AB-yə vuram 2AB. Bu da aydındır. İndi mənfi AB-ni o tərəfə atıram. Alınır A kvadrat üstəgəl B kvadrat bərabərdir 3AB. Bu başa düşdü. İndi bunu ortaq məxrəcə gətirsən nə olur? AB-də A kvadrat üstəgəl B kvadrat. Biz A kvadrat üstəgəl B kvadratı nə tapdıq? 3AB. Aparıb yerinə yazıram. 3AB böl AB. Bu da nə eləyir? Aydındır. Dəqiq. 9-a baxaq. 9-da da belə bir şey eləyir. Bunu ortaq məxrəcə gətirirəm. Yəni, çarpaz vuram. Alınır x çıx 1. Yuxarıda x plus 1, x çıx 1-ə vuranda olur x kvadrat çıx 1. Bir dənə də burada birimiz var. Üstəgəl 1. Bərabərdir 1 bölünsün x. Birlər gedir. Bunu çarpaz vuram, alınır x kub, bərabərdir x çıxılsın 1. Bu da aydındır. X kubun yerinə də x çıx 1 yazsam, x çıx 1 üstəgəl 1, x. 13-cü sual. 13-cü sualda bu ifadə 5 üstü 3x, 5 üstü x-in kubudur da. Bu da 5 üstü mənfi x-in kubudur. Deməli, mən a kub çıx b kub kimi yazsam, olacaq a çıx b, yəni 5 üstü x çıx 5 üstü mənfi x. Sonra birincinin kvadratı 5 üstü 2x. İkincinin kvadratı 5 üstü mənfi 2x və hasillər. Uşaqlar, bunları bir-birinə vuranda baxın. 5 üstü x-i 5 üstü mənfi x-ə vuranda, qüvvətləri vuranda nə edirlər? Olur 5 üstü 0, yəni 1. Məxrəcdən eyni alındı. Yəni biz də bunu istəyirdik. Bölünsün 5 üstü 2x üstəgəl 5 üstü mənfi 2x üstəgəl 1. Bunlar getdi. Qaldı bir dənə bu ifadə. Böləndə nə edirlər? Kəsirləri. Tərsinə çevirirlər. Olur 5 üstü x çıx 5 üstü mənfi x. Yuxarıda da 5 üstü x, üstəgəl 5 üstü mənfi x. Vuranda da bunlar ixtisar edəcək. Bir dənə nə qalır? 5 üstü x, üstəgəl 5 üstü mənfi x. Başa düşdük? Əli, sən də başa düşdün? 10-cu suala baxaq. Onda belə funksiya kimi görünür. Düşünə bilərik ki, biz hələ funksiyonu bilmirdik çarpanlar ayırmada, amma funksiyonun yəqin ki, əlaqəsi olmayacaq. Biz birinci bu ifadəni sadələşdirməyə çalışaq. X üstü 4 üstəgəl x kub, üstəgəl x plus 1. Bu ikisinin ortaq olan nədir? Çıxartsam nə qalır? X plus 1. Bunun olduğu kimi yazırım. X plus 1. Aşağıya baxaq. Bunun olduğu kimi yazıram. X kvadratı çıx x üstəgəl 1. Uşaqlar, indi yuxarıda ortaq olan nədir? X plus 1-dir. Çıxartsam nə qalır? X kub, əla, üstəgəl 1. X kvadratı çıx x üstəgəl 1. Uşaqlar, x kub üstəgəl 1 də nə deməkdir? Bunu a kub üstəgəl b kub kimi yazsam. X üstəgəl 1 vur. X kvadrat çıx x üstəgəl 1. Yəni bu ifadənin x kvadrat çıx x plus 1 ilə bu gedir. Yalnız bir dənə x plus 1 burada, bir dənə də burada. Vururam olur x plus 1-in kvadratı. Bura qədər aydındır. Yəni biz x-i nə verib? Kök altda 12-ci dərəcədən 3 çıx 1. Bu x-imizdir. Üstdən də bir dənə 1 gəlib kvadratını alacaq. Birlər gedir. Qalır kök altda 12-ci dərəcədən 3 kvadratını alıram. 12 yəni 2 gedir. Kök altda 6-cı dərəcədən 3. Başa düşdük? Baxaq 14-cü sualı. 14-dən nə edə bilər? X max filan soruşur. Biraz çətin görünür sual. Deməli, birinci buradan başlasaq, bunu ortaq məxrəcə mi gətirək? Bunu yazıram x kvadratda. X kvadrata vuranda x üstü 4 çıx 1. Vur. Məxrəcdə də x, burada da x böl 5x çıx 7 bərabərdir. Bu ifadəni də hələ ki olduğu kimi saxlayıram. Bura qədər başa düşmüşük. X üstü 4 çıx 1-i a kvadrat çıx b kvadrat kimi yazsam, olacaq x kvadrat çıx 1 vur x kvadrat üstəgəl 1. Düzdür? Bölünsün x kvadrat. Burada da x bölünsün 5x çıx 7. Bərabərdir. Sağ tərəfi olduğu kimi köçürəm. X kvadrat üstəgəl 1 böl x. Bunu köçürdüm olduğu kimi. İndi baxın, burada x kvadrat üstəgəl 1 hər iki tərəfdə var. Bunlar gedirlər. Düzdürmü? Bu x kvadratla x gedir. Burada bir dənə x qalır.
Hər tərəfdə x olduğu üçün bunları da atıram. Deməli, burada sadəcə 1 qaldı. Deməli, bu ifadə, yəni x kvadrat çıx 1 bölünsün 5x çıx 7 bərabərdir 1-ə. Bunu çarpaz vuram, x kvadrat çıx 1 bərabərdir 5x çıx 7. Atıram bir tərəfə, olur x kvadrat çıx 5x mənfi 1 ilə 7-ni toplayanda üstə gəl 6 bərabərdir 0. Bunun kökləri nə olur? Toplayanda 5, vuranda 6. Nədir o ədədlər? Toplayanda 5, vuranda 6 nə olur? 2, 3. Bizə də max soruşduğu üçün 3. Buraq. Yaxşı, gəldik. 14-də başa düşdük. 11-ci suala. A bərabərdir 1 bölü B çıx 3. Bunu bir dənə çarpaz vuraq. Çarpaz vursam nə alınacaq? Sadə bir məsələdir, adi. AB çıx 3A bərabərdir nəyə? 1-ə. Düzdür. Bunu saxladıq. Gələk görək burada bunu harada istifadə edə bilərəm. AB nəyə bərabər olur burada? 3A üstə gəl 1 olmur. Aparım burada AB-nin yerinə yazıram 3A üstə gəl 1. Sadə sualdır. Çıx 3A çıx 1 bölü A üstə gəl 4. Bura qədər aydındır. Bəli. Mənə yerinə elə qoya bilərik də 1-i. Nəyi 1-ni yerinə qoya bilərik? Hazır verib də baxın. AB çıx 3A bərabərdir 1. Elə onun yerinə qoya bilərik də 1-i yox. Hə, elə birbaşa da qoya bilərik, düz deyirsən. Bura birbaşa 1 yaza bilərdim. Mən əvəz elədim, yazdım. Bəli, düzdür. 3A-lar getdi. Geriyə nə qaldı? B 1 ilə 4-ü topladım. İkisindən müsbət idi, hə? Düz yazmışam. 5 çıx 1 bölü A. Düzdürmü? Bu böyük ehtimal işarənin hansısa birində səhv yazmışam. Bəlkə mənfi 1-dir. İndi baxın uşaqlar. Mən bunu bir də ortaq məxrəcə getirsəm, olacaq A-da AB üstə gəl 5A çıx 1. Düzdür? AB nəyə bərabər idi? 3A üstə gəl 1-ə. Yerinə yazıram. 3A üstə gəl 1. Üstə gəl 5A çıx 1 böl A. Birlər getdi. 3A ilə 5A-nı toplayanda 8A, A-ya böləndə 8. Aydındır. 15 daha sadə sualdır. Çox görmüşdür bu sual tipi. Bunları ortaq məxrəcə gətirirəm. Olur x kvadrat çıx 7x üstə gəl 12. Yuxarıda bəli elmir. Çarpaz vururuq. A-nı x çıx 3-ə vuranda AX çıx 3A, B-ni x çıx 4-ə vuranda BX çıx 4B. Fikir verin indi. Bu ifadə ilə bu ifadə bərabərdir. Məxrəclər onsuz da eynidir. Atıram. Geriyə nə qalır? Bu hissə və 2x çıx 4. Burada x-in qarşısında nə var? A var və nə var? B var. Deməli, A üstə gəl B nədir? 2. X olmayan nə var burada? Mənfi 3A var və mənfi 4B var. Deməli, bu mənfi 3A çıx 4B-də nədir? Mənfi 4. Aydındır. Bunu necə həll edəyərəm? Birincini neçəyə vurum? 3-ə vursam. Nə alınar? 3A üstə gəl 3B bərabərdir 6. Bunları toplasam nə olar? Nələr gedər? 3A-lar gedər. Qalar mənfi B bərabərdir 2. B oldu mənfi 2. Başa düşdük bunu? B mənfi 2 isə burada yerinə qoyanda A nə olur? Müsbət 4. Bizdən A bölü B istəyir mənfi 2. Başa düşdünüz? Əli? Səsini çıxmır Əli. 12. 12-yə baxaq. Fikir verin uşaqlar. Bu kvadrat düsturuna oxşuyur. 2AB'si var, kvadratları var. 5 üstü 2A, 5 üstü A'nın kvadratı deyil. 7 üstü 2B ilə 7 üstü B-nin kvadratıdır. Fikir verin, bunların hasili və mənfi 2 var. Deməli, bu 5 üstü A çıx 7 üstü 5 üstü A çıx 7 üstü B-nin niyə belə oldu? 5 üstü A çıx 7 üstü B-nin kvadratıdır. Bu ifadə. Aşağıda da var. 5 üstü A çıx 5 üstü 2A çıx 7 üstü 2 B necə yazarım? 5 üstü A çıx 5 üstü B və 5 üstü A üstə gəl 5 üstü B. Düzdürmü? Sonra üstə gəlinsin. Bu ifadənin hər iki olduğu kimi yazıram. 2 vur 7 üstü B və 5 üstü A üstə gəl 7 üstü B. Bura qədər aydındır. İndi burada bu kvadrat deyil. Bu kvadratın biri ilə 5 üstü A çıx 7 üstü B gedir. Mən burada ikisinə də 5 yazmışım. Siz niyə demirsiniz uşaqlar? Bu 7-dir, bu da 7-dir. Bunun biri bundan gedir. Qalır 5 üstü A çıx 7 üstü B yuxarıda. Aşağıda da 5 üstü A üstə gəl 7 üstü B. Bərabərdir. Bu ifadə nədir? 2 vur, üstə gəlinsin. Üstə gəlinsin, bərabər deyil. 5 üstü A üstə gəl 7 üstü B. Yuxarıda 2 vur 7 üstü B. İndi baxın, ortaq məxrəcdir bir yerdə toplaya bilərəm. Məxrəcə bunu yazıram olduğu kimi. Yuxarıda nə olur?
5 üstü A çıxı 7 üstü B. Üstə gəl 2 vur 7 üstü B. Bu 7 üstü B ilə biri gedir, qalır 5 üstü A. 2-dən 1 çıxanda bir dənə 7 üstü B. Böləndə də nə olacaq? 1. Başa düşdük? Gəldik testin son sualına və mövzunun. Deməli, bizə 2A üstə gəl 3B verib. Elmir, deyə bilərsən, bu nəyin mötərizə kvadratının düsturudur? 2A çıx 3B-nin kvadratı, əla. Burada da ortaq olaraq bir dənə 4 qardaşımızı çıxartsaq, nə qalacaq? 2A çıx 3B üstə gəl, yox, çıx 1. Mənfi atmışam haqqada olan. Bərabər 0. Bizə sualda 2A üstə gəl 3B-nin 0 verib prosto. Bu 2A çıx 3B-dir. Görək, buradan nə edə bilərik biz? Deməli, davamında belə bir şeylə 2A üstə gəl 3B 0 deyil. Buradan alınmır 2A bərabərdir mənfi 3B. Belə olmur. 3B-ni o tərəfə atdım. Mənfi 3B-nin yerinə 2A yazacam. Bu mənfi 3B-nin yerinə 2A yazıram. Olur 2A üstə gəl 2A. Burada da mənfi 3B-nin yerinə 2A yazıram. 2A üstə gəl 2A çıx 1. Bərabərdir 0. Aydındır. Bu olur 4A kvadrat. Yəni 16A kvadrat. 4A-nın kvadratı. Burada da alınır 4A çıx 1. 4-ə vursam olacaq mənfi 16A. Mənfini mənfiyə vuramda üstə gəl 4. Bu da aydındır. Hər tərəfi 4-ə bölürəm. 4A kvadrat çıx 4A üstə gəl 1 bərabərdir 0. Bu nəyin düsturudur? 2A çıx 1-in mötərizə kvadratı. Kvadratı 0-dırsa özü də nədir? 0. Bilmiyorum, kvadratı 0-dırsa özü də 0-dır. 2A çıx 1 0 olur. 2A olur 1. A da olur 1 bölünsün 2. Yəni B variantı. Bu da teslim edərsiniz. Son sual idi. Sağ olun şagirdlər.